Salam Dərin Elmə xoş gəldiniz. Hoş gördük. Bugün biz, müasir həyatın ən böyük paradokslarından birini çözməyə çalışacağıq. Çox maraqlı mövzudur. Bəli. Baxın, tarixin heç bir dövründə bu qədər təhlükəsiz, bu qədər rahat yaşamamışıq. Amma heç vaxt bu qədər narahat olmamışıq. Dəqiq olaraq, sanki beynimizdə daima açıq qalmış onlarla pəncərə var və hamısı gələcəyə baxır, hamısı narahatlıqla doludur. Bugün bu tapmacanı həll etmək üçün çox qəribə bir bələdçimiz var. Bəli, 1950-ci illərdən gələn bir bələdçi. Elədir. Mənbəyimiz filosof Alan Watson 1951-ci ildə nəşr etdiyi Narahatlıq dövrü üçün mesaj. Təhlükəsiz olmamağın müdrikliyi adlı kitabıdır. Adı belə bugünkü reallığımıza sanki birbaşa işarə edir. 70 ildən çox yaşı var. Amma görəcəksiniz ki, Watson diaqnozu, təklif etdiyi dərman bugünkü problemlərimiz üçün heyrətamiz dərəcədə aktualdır. Bəli, və bizim bugünkü təhlilimizin mərkəzində çox qəribə bir iddia dayanır. Watts deyir ki, Nə deyir? bizim xilasımız və dincliyimiz özümüzü xilas etmək üçün əlimizdə heç bir vasitənin olmadığını dərindən anlamaqdan keçir. Bir dəqiqə, bu ilk başda heç bir məna kəsb etmir axı. Elədir, tamamilə mənasız səslənir, deyilmi? Amma bugün biz bu ziddiyyətli fikrin içində gizlənən dərin məntiqi araşdıracağıq. Məqsədimiz bu fəlsəfənin müasir həyatımıza necə uyğun gəldiyini anlamaqdır. Yaxşı, onda başlayaq. Watts kitabın Narahatlıq dövrü adlı fəsillə açır. 1950-ci illər, İkinci Dünya müharibəsi yeni bitib, soyuq müharibə başlayır. Bəli, o dövr üçün çox normal addır. Amma o, bunu sadəcə siyasi vəziyyətlə bağlamır, elə deyilmi? Daha dərin bir şeydən danışır. Dəqiq olaraq. Onun üçün əsl problem xarici təhdidlər deyil. Yəni, kasıblıq, xəstəlik, müharibə, bunlar həmişə olub. Bəşəriyyətin daimi yoldaşı olub, bəli. Watson diqqət çəkdiyi yenilik daxili bir boşluq hissidir. Deyir ki, əsrlər boyu insanlara məna verən sütunlar, din, ailə strukturları, icma bağları zəifləyib. Və bu sütunlar olmayanda da insan özünü boşluqda hiss edir. Bəli, kainatda yalğız, köməksiz və bu boşluğu doldurmaq üçün yeni bir din tapmışıq. Gələcəyə inanmaq. Gələcəyə inanmaq, bu biraz qəribə səslənir. Axı gələcəyə planlaşdırmaq həmişə müsbət bir şey kimi təqdim olunur. Hədəflərin olsun, 5 illik planını qur. Bütün motivasiya kitabları bunun üzərində qurulub. Amma Watts deyir ki, problem elə budur. Problem məhz budur. O bunu bir növ havuç və eşşək vəziyyətinə bənzədir. Xoşbəxtlik burnumuzun ucundan asılmış bir havuçdur, heç vaxt çata bilmirik. Başa düşdüm. Həmişə gələcəkdəki bir hadisənin bizi xilas edəcəyini düşünürük. Universiteti bitirəndə hər şey yaxşı olacaq. Sonra da yaxşı bir işə girəndə. Bu zəncir heç vaxt qırılmır. Watts kitabda yazır, əgər xoşbəxtlik həmişə gələcəkdə gözlənilən bir şeydən asılıdırsa, biz əlimizdən daima qaçan bir kabusu qovuruq. Və bu prosesdə indiki anı qurban veririk. Tamamilə. İndiki an gələcəyə gedən yolda sadəcə bir pilləyə, bir maneəyə çevrilir. Bu, müasir hustle culture deyilən şeyi mükəmməl təsvir edir. LinkedIn-dəki o bitməyən uğur hekayələri, daima məşğul olmaq, hətta istirahət edəndə belə beynimizdə gələn həftənin planını qururuq. Bəli, sanki indiki anı yaşamaq bir israfçılıqdır. Deməli, bu daimi planlaşdırma əslində narahatlığımızın mənbəyidir. Tam olaraq. Və bu bizi birbaşa Watson ən məşhur konsepsiyalarından birinə gətirir. Hansı ki? O bunu tərs səy qanunu adlandırır. Bu həyatda tez-tez qarşılaşdığımız, amma adını qoymadığımız bir fenomendir. Məsələn, bir aktyorun adını xatırlamağa çalışırsan, beynini nə qədər çox məcbur etsən, o ad bir o qədər dərinə qaçır. Amma təslim olub başqa şey düşünən kimi Ad qəfildən ağlına gəlir. və ya yuxusuzluq çəkəndə, yatmaq üçün nə qədər çox çabalasan, bir o qədər oyaq qalırsan. Dəqiq. Deməli, Watts deyir ki, bu qanun bizim psixoloji vəziyyətimizə də aiddir. Təhlükəsiz olmaq üçün nə qədər çox çabalasaq, Bir o qədər təşvişə düşürük. bəli, o deyir, suda batmamağa çalışanda batırsan. Amma rahatlayıb özünü suya buraxanda su səni qaldırır. Nəfəsini tutanda onu itirirsən. Narahat olmamağa çalışmaq, əslində narahatlıq haqqında narahat olmaq deməkdir. Bu, alovu benzinlə söndürməyə bənzəyir. Problemi həll etmək üçün elə bir üsul seçirsən ki, problemin özünü daha da gücləndirir. Bir dəqiqə, bu intuitiv olaraq çox qəribədir. Mənə bütün həyatım boyu öyrədilib ki, plan qur, pul yığ, gələcəyini təmin et. Watts deyir ki, bütün bunlar problemin mənbəyidir. Çox yaxşı sualdır. Baxın, problem planın özündə deyil.
Problem planla olan münasibətimizdədir. Yaxşı, bəs niyə bizim bu səylərimiz belə əks nəticə verir? Bunun altında yatan mexanizm nədir? Woodsa görə bunun kökündə mən illüziyası dayanır. Biz özümüzü şuurlu şəkildə iki yerə bölürük. Necə yəni? Bir tərəfdə təcrübə edən, hiss edən orqanizm var, digər tərəfdə isə o təcrübəni idarə etməyə çalışan bir mən, bir ego var. Məsələn, qorxu hissi yarananda? Bəli, mən dərhal deyir, bu qorxudan xilas olmalıyam. Sanki mən və qorxu iki fərqli şeydir. Mən qorxunu hiss edən bir subyektdir. Amma Watts deyir ki, bu bir illüziyadır. Elədir. O deyir ki, təcrübədən ayrı bir təcrübə edən yoxdur. Sən qorxunu hiss edən deyilsən. Bəs nəyəm? Sən elə qorxunun özüsən. O an üçün sən tamamilə qorxudan ibarətsən. Qorxudan qaçmağa çalışan mənin özü də elə qorxunun bir təzahürüdür. Deməli, bir dəqiqə, əgər qorxudan qorxan mənin özü elə qorxudursa, bu öz quyruğunu yeməyə çalışan o əfsanəvi ilan Uroboros kimi bir şeydir. Dəqiq olaraq. Bu heç vaxt bitməyən, qazanılması mümkün olmayan bir döyüşdür. Özündən qaçmağa çalışırsan, amma qaçan da sənsən qovduğunda. Bu heyrətamiz bir fikirdir. Bəli, sonsuz bir dövrədir. Və bu bölünməni yaradan əsas alətlərimiz də dil və düşüncədir. Biz sözlərlə həyatın axıcı, dəyişkən reallığını dondurmağa, etiketləməyə çalışırıq. Bu yaxşıdır, bu pisdir, bu qorxuludur. Amma söz reallığın özü deyil. Sadəcə onun simvoludur. Watson'un məşhur bənzətməsi ilə desək, menyu yeməyin özü deyil. Biz reallığın xəritəsini reallığın özü ilə səhv salırıq. Bu sosial mediada baş verənlərə o qədər bənzəyir ki. Necə? Biz kiminsə mükəmməl həyatının xəritəsinə seçilmiş fotolara, uğur hekayələrinə baxırıq və ona sanki real həyatı imiş kimi reaksiya veririk. Sonra da öz həyatımız o xəritəyə uyğun gəlmədiyi üçün özümüzü bədbəxt hiss edirik. Mükəmməl bir müasir analogiyadır. Zaman anlayışı ilə də eyni şeyi edirik. Bizim yaddaşımız və planlarımız o qədər güclüdür ki, onlar bizim üçün indiki anın canlı reallığından daha real olur. Bütün diqqətimiz ya dünənin peşmançılıqlarında, ya da sabahın narahatlıqlarındadır. Bəli, indiki an isə bu ikisinin arasında sıxışıb qalmış, demək olar ki, mövcud olmayan bir xəttə çevrilir. Waltz bunu çox kəskin ifadə edir. Nə deyir? Deyir ki, indiki anın reallığı ilə tam təmasda deyilsinizsə, sabah və sabaha dair planların heç bir mənası ola bilməz. Çünki siz yalnız və yalnız indiki anda yaşayırsınız. Yəni gələcəkdəki planın nəticəsini də elə gələcəkdəki bir indidə yaşayacaqsan. Nədir? Əgər indini yaşamağı bacarmırsansa, o gələcək gəlib çatanda da onu yaşaya bilməyəcəksən. Yaxşı, bu diaqnoz çox aydındır və dürüst desəm, biraz da qorxuducudur. Bəs bu dolaşıqlıqdan çıxış yolu nədir? Nə etməliyik? Maraqlısı odur ki, Watson'un cavabı nə isə etməkdə deyil. Əksinə, o etməməyi təklif edir. Yəni, hərəkətsiz qalmağı. Tam olaraq yox. Çıxış yolu hərəkətdə deyil, fərqindəlikdədir. Məsələ baş verən təcrübəni, istər fiziki ağrı olsun, istər emosional qorxu, dəyişdirməyə çalışmaq deyil. Bəs nədir? Məsələ sadəcə onu müşahidə etməkdir. Onu adlandırmadan, bu pistir deyə mühakimə etmədən, sadəcə olduğu kimi hiss etməkdir. O zaman görürsən ki, qorxudan qaçan mənlə qorxunun özü arasında heç bir fərq yoxdur. Və o anda daxili mübarizə dayanır. Bəli. Bir dəqiqə. Deyək ki, kimsə xroniki ağrıdan əziyyət çəkir. Ona ağrını sadəcə müşahidə et demək, bir növ mübarizəni burax kimi səslənə bilər. Bu, ağıllı bir qəbuldur, yoxsa passiv bir təslimiyyət? Bu, çox vacib bir məqamdır. Watts bu fərqi izah etmək üçün judo bənzətməsindən istifadə edir. Judo. Bəli. Judo gücə güclə cavab vermək sənəti deyil. Əksinə bu, rəqibin gücünə müqavimət göstərməyərək, ona yol verərək, onun enerjisini öz əleyhinə çevirməkdir. Başa düşdüm. Onunla birlikdə axmaq. Elədir. Eyni ilə ağrı və ya qorxu ilə mübarizə aparmaq, ona qarşı gərginləşmək, o hissin özünü daha da gücləndirir. Bu, ikinci bir ağrı təbəqəsi yaradır. Birincisi ağrının özü, ikincisi isə ağrıya qarşı göstərdiyin müqavimət. Və bu ikinci ağrı bəzən birincidən daha pis olur. Çox vaxt. Amma müqaviməti dayandırdıqda
Daxili münaqişə bitir və orqanizmin bütün enerjisi problemi həll etməyə, ağrını bir növ həzm etməyə yönəlir. Bu, təslimiyyət deyil, dərin bir müdriklikdir. Deməli, yekunlaşdırsaq, Watson təklif etdiyi müdriklik əslində qeyri-müəyyənliklə barışmaqdır. Təhlükəsizliyi gələcəkdə axtarmaqdan imtina edib, hər anın özündəki tamlığı qəbul etməkdir. Onun rəqs bənzətməsi yadıma düşür. Deyir ki, həyat bir səyahət deyil, bir rəqsdir. Bəli, səyahətin məqsədi bir nöqtədən digərinə çatmaqdır. Amma rəqsin məqsədi son hərəkət etmək deyil. Rəqsin bütün mənası prosesin özündə, hər bir hərəkətdədir. Biz isə həyatı bir səyahət kimi yaşayırıq, daima çatmağa tələsirik. Prosesin özündən zövq almağı unuduruq, tamamilə. Və bu, bizi son və ən dərin fikrə gətirib çıxarır. Buyurun. Watts deyir ki, bəşəriyyətin ən böyük dini ideyaları, əbədi həyat, nirvana kimi anlayışlar əslində gələcəyə dair vədlər deyil. Bəs nədir? Onlar indiki anın təsvir edilə bilməyən, möcüzəvi və tam reallığı üçün bir metafordur. Əbədi həyat gələcəkdə qazanılacaq bir şey deyil, o zamanın olmadığı indiki anı dərindən yaşamaq təcrübəsidir. Yəni, Watts bizdən bu simvollara inanmağı istəmir. Yox, o sadəcə deyir, dayan, bax, gör. Bu təcrübə onsuz da buradadır, sadəcə biz onu görmək üçün çox məşğuluq. Və bu nöqtədə düşünürəm ki, dinləyicimiz üçün də bir neçə sual yaranır. Əgər gələcəyi təmin etmək üçün indiki andan daimi olaraq imtina ediriksə, bəs biz həqiqətən nəyi təmin etmiş oluruq? Gələcəkdəki bir anı, hansı ki o an gəlib çatanda, biz yenə də onu yaşamağı bacarmayacağıq. Və əgər Watson dediyi kimi tam təhlükəsizlik bir illüziyadırsa, heç vaxt mümkün deyilsə, o zaman bizim itirməkdən bu qədər qorxduğumuz şey əslində nədir?